Salam əleykum. Demək ki, sizə yenilənmənin Windows 10-da bağlanmasını göstərəcəm. Panel upravleniya, yəni kontrol panel, administrativ tools. Burada servislər var, servislərə giririk. Servis açılanda tam düşürük aşağı. Burada bir çox funksiyalar var. Windows backup, Hyper-V, çox şeylər buradadır. Uzaqdan idarə etmə, Windows'un özünün servisləridir. Düşürsünüz lap aşağı. Burada Windows Update. Windows Update'dən Start'ı vurursunuz, açılır. Startdan sonra stop edirsiniz. Stop edəndən sonra burada Properties bölməsi var. Girirsiniz bura. Burada manual var. Yəni əllə, avtomatik, bir də ki disable et. Bunu bağlayırsınız. Buradan up edirsiniz. Biraz gözləyirsiniz. Biraz bu funksiyanın bağlanması, yəni vaxt apara bilər, amma oku vurursunuz, bağlandı.